Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən İlfət müəllim Şıxəliyev. Bu günlərdə maraqlı bir video ilə qarşınızdayım. Bugünkü videoda biz natural ədədlər bölməsinə aid olan bir sıra çətin sualların izahlarına baxacağıq və hansı ki bu suallar həm buraxılış imtahanlarında, həm də qəbul imtahanlarında sizin qarşınıza çıxa bilər. Əsasən natural ədədlər bölməsinin iki hissədən ibarət video çəkəcəm. Bir əbabəkiblarla bağlı olanlar və bir də digər mövzularla bağlı, başlıqlarla bağlı olanları və başlayaq suallara. İlk öncə burada deməli test tablosunda istifadə edəcəyik və burada həmin sualları başlayaq birinci qeyd eləməyə. Məsələn, burada 19 nömrəli sual var. Bizə bildirilir ki, 3 rəqəmli ədədin 1% onun rəqəmləri cəminə bərabərdir. 3 rəqəmli ədədin 1% rəqəmlər cəminə bərabərdir. Fərz eləyək ki, hər hansı bir 3 rəqəmli ədəd var. Bu ədəd ABC ədədi olsun. Deyir ki, bu ədədin 1%, yəni bunu 1-ə vurub 100-ə bölsək, bu bərabərdir həmin ədədin nəyinə? Rəqəmlər cəminə bərabərdir. Mənə deyir ki, bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin fərqini tap. Deməli, bu ABC ədədini alacağı ən böyük qiymətlə ən kiçik qiymətin nəyini tapıram? Fərqini tapıram. Bu sualı həll etmək üçün ilk öncə biz başlayaq burada sadələşdirmə aparaq. Yəni nə? Yəni ABC ədədini 1-ə vuranda ABC ədədi özü alınacaq. Bunu 100-ə böldükdə bu hissə alınırsa, onda mən yaza bilərəm ki, ABC ədəd bərabər nəyə? 100 vurulsun A plus B plus C-yə. Buradan başlayaq açılış eləməyə. Bu nədir? 100A plus 10B plus C. Bu bərabər nəyə? Buradan başlasaq 100A üstə 100B üstə 100C. İndi sadələşdirmə eləyək. Bunların hər birini keçirək sola. 100A üstə gəl 10B üstə gəl C. 100A-nı keçirdik bu tərəfə. Çıx 100A, çıx 100B, çıx 100C bərabərdir 0. 100A-dan 100A çıxanı verir 0. 10B-dən 100B çıxanda verir mənfi 90B. C-dən də 100C çıxanda verir nə? 99C bərabər oldu 0-a. İndi burada yazsam ki, mənfi 90B bərabərdir. 99C-ni atsam bərabərliyin sağ tərəfinə. Onlar müsbət 99C. Bu halda alıram ki, mənfi 90B 99C-yə bərabərdir. Uşaqlar, burada məntiq lazımdır. Nə məntiqi? Ki, mən mənfi 90 və 99-u hansı ədədlərə vurmalıyam ki, bunlar bərabər düşsünlər? Burada uşaqlar, məsələ nədir? ABC ədədində bizə şərt verməyib ki, rəqəmləri fərqlidir. Şərt verilməyib. O halda biz fikirləşə bilərik ki, həmin ədəd məsələn 404 ola bilər, 555 ola bilər, 611 ola bilər, fərqi yoxdur. Şərt versəydik ki, rəqəmlər fərqlidir, onda müxtəlif götürəcəkdik. Və bu halda mən bilirəm ki, mənfi 90B-nin 99C-yə bərabər olması üçün deməli, B, C hər ikisi nə olmalıdır? 0 olmalıdır. B də C də 0 olmalıdır. Yəni, ədədim olmalıdır hansı formada? Ədədim olmalıdır A00 şəklində. Onda belə çıxır ki, bunun ən böyük qiyməti nədir? Bunun ən böyük qiyməti 900. Ən kiçik qiyməti də 100. Bunun fərqi nə verəcək mənə? Verəcək 800. Deməli, cavab oldu nə? Cavab oldu 800. Bu qədər sadə. İndi bu sualı silək. Növbəti sualı nəzər etdik. Növbəti sualda burada nöqtələmişəm bəzi tipik sualları. Və bu suallar düşünürəm ki, sizlər üçün də qəliz olan suallardır. Sual nədir? Deyir ki, AB çıx BA bölünsün A plus B bərabərdir 7. Olarsa, deyir A vur B-ni neynə? Tap. Bir AB iki rəqəmli ədədi üçün AB çıx BA-nı bunların cəminə böldükdə 7 alınır. Deyir A vur B hasilini tap. Bu halda neyinirik? Yenə yazıram. AB çıx BA. Bu nəyə bərabərdir? 7 vurulsun A plus B-yə. Bunları açdıqda yazıram 10A üstə gəl B çıx
10b üstəgəl a bərabərdir 7 vurulsun a plus b. Yazıram onda 10a plus b çıx 10b çıx a bərabərdir nə? 7 vurulsun a plus b-yə. 10a-dan a-nı çıxıram. Qalır nə? Qalır 9a. B-nin d'dən də 10b çıxanda qalır çıx 9b. Bərabər nəyə? 7 vurulsun a plus b-yə. Daha da sadələşdirək. 9a çıx 9b bərabərdir 7a üstəgəl 7b-yə. A-ları bir yana yığaq, b-ləri bir yana. Yazaq ki, nə? 9a çıx 7a bərabərdir 7b plus 9b. Buradan alıram ki, 2a bərabərdir 16b-yə. Alıram ki, a bərabərdir nəyə? 8b-yə. A 8b-yə bərabərdirsə, deməli nədir burada? O deməkdir ki, a bərabərdir 8k, b bərabərdir 1k. K-nı da 1 qəbul etsək, b 1 olur, a da olur 8. Mənə deyir ki, a vur b hasilini tap. Yəni 8 vur 1 edəcək 8. Aydın oldu sizə uşaqlar. Nə qəşəng rahat sualdır. Yazmaq olar əslində. Burada bu hissəni görmək lazımdır. Növbəti sualımız olsun nə? Bu tip suallar uşaqlar, mən əsasən hansı sualları izah edəcəm sizlərə? Mənim öz əyani və onlayn şagirdlərimin daha çox səhv etdiyi sualları izah edəcəm. Çünki nəzərə alsaq ki, əgər bu uşaqlar məsələn bu yazdığımız sualı səhv eləyiblərsə, onda videonu izləyən ölkənin dörd bir yanında olan həmin yaşda şagirdlər də bu sualı səhv eləmə ehtimalı böyükdür. Yəni ola bilər ki, mütləq şəkildə ki, Azərbaycan hər hansı bir rayonunda həmin məsələn 11-ci sinifdə oxuyan şagird o sualı səhv yazacaq və yaxud da bilməyəcək ehtimalı var. İndi ola bilər ki, yox, sizin əgər başqa çətin suallarınız varsa, məsələn TOEFL-da elə sual var ki, məsələn mən onu izah eləmədim, amma siz o sualı səhv yazmısınız. Siz üçün o sual maraqlıdır, siz o sualı yeni həll yolu axtarırsınızsa, orada deməli səhifəni bir də sualın nömrəsini qeyd edin. Mən gələcək dərslərdə videolar çəkib həmin suallarla bağlı paylaşım edin. Yəni mütləq şəkildə narahat olmayın. Məsələn, ola bilər ki, burada 4-cü səhifədə 24-cü sual sizin üçün qəliz ola bilər. Amma məsələn, mən indi o sualı izah eləməyəcəm. Çünki qəliz sual deyil, sadə sual deyil. Bayaq izah elədiyim sualla eyni tip sualdır. Amma sizə məsələn gəlirdir, siz onu yaza bilmirsiniz, onu qeyd edin. O tip sualları da biz sizlər üçün izah edərik, sizlər üçün faydalı olsun deyənə. Məsələn, növbəti bir suala baxırıq. Deyir ki, 2 natural ədədin cəmi 465-dir. Onlardan birinin axırıncı rəqəmi 3-dür. Və deyir, əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Bu ədədlərin fərqini tapın. Uşaqlar, deməli, deyir, 2 dənə ədəd var, onların cəmi 465-dir. Və deyir, birinin sonuna 3 rəqəmini silsən, digər rəqəm alınır. Bu o deməkdir ki, ədədlər eyni rəqəmli deyil. Yəni, ədədlərin hər ikisi 3 rəqəmli, hər ikisi 2 rəqəmli anlayışı burada deyil. 2 rəqəmli zaten olmaz. Çünki 90 ilə 98-in cəmi zaten 200-ü keçmir. Yəni, bunun 400 olma ehtimalı yoxdur heç. Ona görə nə ədədlərdən biri 3 rəqəmli olacaq, biri 2 rəqəmli. Ağlınıza fikir gələr ki, müəllim, niyə ikisi 3 rəqəmli olmasın ki? Çünki şərtdə deyir ki, birinin sonundan 3 rəqəmli siləndə digəri alınır. Yəni, bu o deməli ki, biri 3 rəqəmli, digəri 2 rəqəmli. Bu da o mənanı verir ki, o ədədlərdən biri AB 3 şəklindədir, digərləri də nədir? Digəri də AB şəklindədir. Və bizə deyir ki, bunların cəmi 465-dir. Onda nə edəcəm? Başlayıram bunu açmağa. 100A plus 10B plus 3 plus 10A plus B bərabərli 465. 100A 10A mənə verdi nə qədər? 110A 10B ilə də B mənə verdi 11 bərabərdir 465-dən çıxacam 3. Müsbət 3-dür, keçdi bərabərin sağına oldu, çıx 3. Buradan 11-i çıxarım mötərizə xaricdən. Qalır 10A plus B bərabər nəyə? 462-yə. Hər tərəf 11-ə bölsək, onda alaram ki, 10A plus B bərabərdir nəyə? 11-ə bölündə 4, 44, 22-nin içində də 11, 2 dəfə 42. Deməli, A plus B 42-dir. Bu da o deməkdir ki, AB nədir? AB səndəmə 42-dir. Gedir onların fərqini tap. AB 42 deməli bu ədəd nə olacaq onda? Bu ədəd olacaq 423 çıx AB, yəni 42. 1 8 381. Deməli cavabımız olacaq nə? 381. Görün, məndə variantlarda 381 var.
3/1 var, D variantı. Aydın oldu uşaqlar. Bu da belə. İndi növbəti sual tipinə baxaq. Yəni, bu sualda əsas məsələ tələbənin nəyə görməlidir? Yəni, ədədin sonundan birini siləndə digərinin alınması dedikdə həmin o rəqəmləri tapmalıdır. Ki, hansı neçə rəqəmlidir? Onu tapdıqdan sonra daha rahat şəkildə sual həll olunur. Gəldik nəyə? Burada, məsələn, belə bir sual var. Deyir, x, y, z natural ədədlərdir. Deyir, x, y, z hamısı natural ədədlərdir. Mənə deyir ki, 7y 8z-ə bərabərdir. 7y bərabərdir 8z-ə. Ardınca da bildirir ki, nədir bu? X 2z-ə bərabərdir. X də bərabərdir 2z-ə. Deyir, bu olarsa, deyir, x plus y plus z cəminin ən kiçik qiymətini tapın, deyir. Elə deyir, səhv eləmirəmsə. Ən kiçik qiymətini tapın, deyir. Bəli. İndi uşaqlar, nədir burada məsələ? 7y 8z-ə bərabərdir, x də 2z-ə bərabərdir. Bizə deyirsə ki, bunların ən kiçik qiymətini tapaq. Onda biz nə edə bilərik? Məsələn, mən əslində belə yanaşaram ki, suala belə yanaşaram ki, biz nəzərə alsaq ki, burada y bərabər olar nəyə? Y bərabər olar 8k-ya, z də bərabər olar 7k-ya. Nəyə görə 7y 8z-ə bərabərdir? Y deməli 8k-dır, z də 7k-dır. Onda belə çıxır ki, x əgər 2 dənə z-dirsə, bu deməkdir ki, 2 vur 7k-dır. Bu da düşür nə qədər? Yəni 14-dür. 14k-dır. Ən kiçik dediyi üçün biz k-lara 1 desək, onda nə olacaq? Bu olacaq 8, bu olacaq 7, bu da olacaq 14. İndi bunların cəmini məndən soruşursa, cəmi də mənə verəcək nə qədər? 29. Bu formada bunları həll edə bilərik. Maraqlı sual idi, bax bu da. Hansı ki, tələbələr bu sualları məsələn səhv edirlər. Və uşaqlar, onu sizə bildirim ki, birinci buraxılış imtahanı gəlir, sonra qəbul imtahanı gəlir. Yəni, siz əsasən buraxılış yönümlü daha çox çalışın ki, birinci imtahanı verin, oradan yüksək nəticə əldə edin, sonra qalan zaman aralığında qəbul imtahanı daha da ciddi hazırlaşa bilərsiniz. Və izah edildiyimiz suallar əsasən buraxılışa düşə biləcək suallardır. İndi, bax, burada bir dənə də qəşəng sual var. Çox əla sualdır. Deyir, 4a plus 5b bərabərdir 90 olarsa, deyir ki, 5a plus 4b-nin ən böyük qiymətini tap, deyir. Bax, bunu həll eləmək üçün, necə həll eləyək? Bunun ən böyük qiymətini deyirsə, mən deməli, a-ya nə verməliyim? A məndə olmalıdır, həmçinin böyük olmalıdır. A böyük olmalıdır. Niyə böyük olmalıdır? Çünki bir var, b böyük olsa, b-ni 4-ə vuracam. Amma a böyük olsa, a-nı 5-ə vuracam. Bu ifadənin daha böyük olması üçün deməli, hansı vuruq 5 vuruğu böyükdür də, bunu vurduğu mədət də böyük olsa, daha mənfi məqsədə yoğun olar. Hayır, a deməli, ən böyük qiymət olmalıdır. İndi bu ifadədə, bax, yazıram, 4a plus 5b-ni yazıram, 4b plus b kimi. Bu da mənə verir 90. Buradan yazıram, 4a plus 4b bərabərdir 90 çıx b. Bax, burada hər ikisinin 4 var da, o 4 vuruqları var. 4-ü atıram mötərizə xaricinə. Qalır a plus b bərabərdir 90 çıx b. İndi, buradan artıq nədir məsələ? A plus B tapmaq üçün mən 90 çıx b-ni 4-ə bölməliyəm. Yəni 90 çıx b 4-ə bölünməlidir. Bu da o deməkdir ki, yəni A plus B bərabər nəyə? 90 çıx b 4-ə bölünsün. İndi uşaqlar, burada B-yə nə qiymət versək 4-ə bölünəcək. Məsələn, B 1 olsa 89 olar, 4-ə bölünməz. B 2 olsa 88 olar, 4-ə bölünər, bəli, 4-ə bölünər. B 3 olsa bölünməz. Məsələn, B növbətisində olsa burada ki, məsələn, B olsa burada 6, bu olar 84 4-ə bölünər. Amma biz B-nin hansı qiymətini götürəcək uşaqlar? B-nin kiçik qiymətini götürəcək, 2 qiymətini götürəcək. Niyə görə? Çünki səndə aldığın cavab hər hansı bir cavab olacaq, hə? Sən burada B-ni böyük götürsən, onda A balacalaşacaq axı. Azərbaycan dilindən bağlı. Balacalaşacaq axı. Deməli, B-ni nə götürməliyəm? B-ni balaca götürməliyəm ki, A olsun, A daha böyük olsun. Elədir? Ona görə B-ni 2 götürəcəm. B-ni 6 götürmərəm. B 6 olsa bu ifadədə A balaca olacaq. Mənə lazımdır A biraz da böyük olsun. Ona görə B-ni 2 götürsəm, onda alıram nə? Yazıram A plus 2 bərabərdir nəyə? 90
Çıx 2 böl 4. Buradan alıram ki, A plus 2 bərabər nəyəm? 88 böl 4. Bunu burada sadələşdirim. Yazıram bunda nə? A plus 2 bərabərdir nəyə? 22-yə. Onda A nəyə bərabərdir? A bərabərdir 20-yə. Bunu da tapdıq. İndi bu ifadənin qiymətini deyirsə, 5 vur 20 plus 4 vur 2. O da verir nə qədər? 108. Aydın oldu uşaqlar. Bax, qəşəng sualdır bu da. Özünüz üçün qeyd edin, qeyd aparın. Bu da belə. Növbəti suala nəzər etsək. Növbəti sualımız burada, məsələn, mən sizə izah eləmək istəyirəm nəyi? Burada iki dənə tip sual izah edəcəm sizə. Sizə çox vaxtınızı almayacam. Deyir ki, M ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M ədədini 5-ə böləndə düşür hər hansı bir K dəfə. Deyir, qalıqda 3 qalır. Deyir, buna görə M kvadrat plus 6M plus 5 ədədini, deyir, bu ədədi. Deyir, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tap. Baxın uşaqlar, bunu həll eləmək üçün biz nə etməliyik? Əslində siz götürüb yazsınız ki, M bərabərdir 5K plus 3 və harada M görsəz, onun yerinə 5K plus 3 yazsaq, sadələşdirsəz, doğru cavabı alarsınız. Amma uzun yolla alarsınız. Mənim seni deyəcəyim yol isə daha qısa yoldur. Nədir? Qalıq 3 deyil, M-i 5-ə böləndə. Harada M gördün, yerinə 3 yaz. Harada M gördün, yerinə 3 yaz. Alırıq nə? 9 plus 18 plus 5 böl 5. 27 o da 5, 32. 32-ni 5-ə böləndə düşür 6 dəfə. Qalıq nə düşür? Qalıq düşür 2. Deməli, həqiqətən bu ədədin 5-ə bölünməsinə alınan qalıq nədir? Qalıq 2-yə bərabərdir. Yəni, bayaqki dediyim qayda ilə də yazıb, yoxlaya bilərsiniz. Yenə də zaten cavab eyni çıxacaq, cavab 2 çıxacaq. Bu, bütün misallar üçün keçərlidir. İstənilən misalı bunu yoxlaya bilərsiniz. İndi, bir dənə də sual sizə izah edeyim. Bundan da natural ədədlərin bu bölmələrlə bağlı olan qəliz sual tipləri aradan çıxsın. Burada məsələn belə bir dənə sual var. Deyir, 402 AB bu bir ədəddir və 75 CD və 2 ədəddir. Deyir, bu ədədlər 4-ə böləndə qalıq 3 verir. Deyir, bu ədədləri 4-ə böləndə qalıq 3 verir. Və sənə deyir ki, A plus B böl C plus D ifadəsinin ən böyük qiymətini tap. Deyir, ən böyük qiymətini tap. Bunun ən böyük qiymət olması üçün bu o deməkdir ki, A plus B olmalıdır nə? Ən böyük. C plus D olmalıdır nə? Ən kiçik. Bu şərtin ödənməsi üçün də deməli nə olmalıdır? AB olmalıdır nə? Böyük. CD olmalıdır nə? Kiçik. Baxıram, mənə bu 4-ə böləndə qalıqda 3 verir. 4-ə böləndə qalıqda 3 verirsə, deməli onda AB ədədində mən 4-ə böləndə düşür hər hansı K dəfə, qalıq düşür 3. Onda baxıram, bunun böyük olması üçün maksimum məsələn 4-ə bölünən hansıdır? 96-dır da 2 rəqəmli. 96-dır. Qalığa da üstünə 3 gəlib, nə oldu? 99. Deməli, onda AB ədədi nədir? AB ədədi 99-dur. Sual verərsiniz. Müəllim, axı AB müxtəlifdir, biz 9-9 yaza bilmərik. Xeyr, uşaqlar, yaza bilərik. Çünki bizə şərtdə verməyib ki, A, B, C, D bir-birindən fərqli ədədlərdir. Elə bir şərtimiz yoxdur. O halda AB-ni 99-a bərabər eləmək olar. Bu belə. İkincisində CD-yə baxsaq. CD-dən 4-ə bölüb, alıb hər hansı bir M dəfə, qalıq yenə qalıb 3. Uşaqlar deyir, ay müəllim, onda CD-yə də 0-0 deyərik. Üstünə də qalıq 3 gələr, olar 0-3. Xeyr uşaqlar. 0-0 deyə bilmərik. 0-3 qalıq üstünə gələndə 0-3. Burada C-nin əvvəlinə 0 düşür. Yəni sən fikirləşsən ki, CD 0-0 formasındadır. Qalıq 3-ü də əlavə eləsən, onda bu ədəd düşür 0-3 formasına. Bu da doğru olmaz axı. Ona görə bundan sonraki 4-ə bölən hansıdır? 0-4-dür, elə deyil.
Yenə qalıq 3-ü əlavə eləsən hansı formaya düşər? 0,7 formasına düşər. Bu da olmaz. Niyə? Çünki əvvəli 0-a düşüb bunun. Onda növbəti nə olar? 0,8. 0,8-in üstünə 3 qalıq gəlsən düşəcək 11. Hə, bax bu olar. Bu ödəyər. Çünki artıq C burada 0 deyil. Onda bu o deməkdir ki, CD ədədi nəyə bərabər olur? Olur 11-ə. Deməlidir ki, bunların cəmliyib bölmək lazımdır da. Yazıram onda nə? Yazıram ki, bax buradan yazım. 9 plus 9 böl 1 plus 1 18 böl 2, bu da verəcək mənə 9. Bu qədər sadə uşaqlar. Bununla da biz bugünkü videonu sona çatdırdıq və düşünürəm ki, izah etdiyim bu sual tipləri sizlər üçün faydalı oldu. Video xoşunuza gəlsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Özünüzdən müğayət olun. İnşallah növbəti dərslərdə Əbu Bakıyov və bu ardıcılıqla imtahana qədər hər mövzudan qəliz tip olan sualları, uşaqların daha çox səhv etdiyi sualları, izahlarını sizlərlə paylaşacağım. Hələlik.